Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Şəhid Məmmədov Araz Adiloğludur. Şəhid Məmmədov Araz Adiloğlu 2 may 1994-cü ildə Tovuz rayonunun Kirən kəndində anadan olmuş, daha sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. 2001-2012-ci illərdə orta təhsilini Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə almışdır. İdmanın bir neçə növü cüdo, boks, qaydaşsız döyüş, qol güləşi ilə məşğul idi. Respublika yarışlarında yüksək nailiyyətləri ilə fərqlənirdi. 2013-cü ildə səfərbərliyi və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayonu şöbəsinə hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin ən saylı hərbi hissəsində kəşfiyyatçı snayper vəzifəsində xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmət keçdiyi müddətdə nümunəvi xidmətinə görə dəfələrlə komandirləri tərəfindən təltifnamə və digər mükafatlara layiq görülmüşdür. Tovuz döyüşləri başlayarkən könüllü olaraq döyüşlərdə iştirak etmək üçün dəfələrlə müraciət etsə də döyüşə aparmamışlar. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağırılmış, Vətən müharibəsində iştirak etmişdir. Xüsusi təyinatlı qüvvələrin ən saylı hərbi hissəsinin kəşfiyyat taborunun tərkibində Tərtər rayonu Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan kəndi, bu istiqamətdə bir neçə strateji mövqelərin düşməndən azad edilməsində, Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərərək mərdliklə döyüşmüşdür. 4 noyabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Məmmədov Araz Adiloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən uğrunda ölümündən sonra Azərbaycan Respublikasının İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Suqovuşanın azad olunmasına görə medalları ilə 24 iyun 2024-cü il tarixli sərəncamı ilə Cəsur Döyüşçü medalı ilə və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib. Subay idi. Şəhidimiz Məmmədov Araz Adiloğlunun ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin.